Paytaxtın Binəqədi rayonunda faşizm üzərində qələbənin 69-cu il dönümü münasibəti ilə Yaşayan Tarix adlı bayram tədbiri keçirilib. Biləcəri qəsəbəsindəki Mədəniyyət və İstirahət Parkında təşkil olunan mərasimdə rayon ərazisində yaşayan Böyük Vətən müharibəsi iştirakçıları, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Bayram tədbirində 2-ci Dünya müharibəsi illərində istifadə olunan avtomobillərin təntənəli keçidi olub. Biləcəri qəsəbəsi Mədəniyyət evində 9 may qələbə gününə əsr olunan bayram tədbirində Böyük Vətən müharibəsi iştirakçılarının döyüş xatirələrini əks etdirən Yaşayan Tarix adlı sənədli filmdə nümayiş etdirilib. Bayram münasibəti ilə Böyük Vətən müharibəsi iştirakçılarını və veteranlarını təbrik edən Binəqədi rayon icra hakimiyyəti başçısının müavini Aygün Əliyev Azərbaycan xalqının Böyük Vətən müharibəsinə göstərdiyi fədakarlıqların və qəhrəmanlıqların bugünkü gənc nəslə örnək olduğunu qeyd edib. Mərasimdə digər çıxış edənlər də ölkəmizin 2-ci Dünya müharibəsi illərində böyük imkanlarını cəbhə üçün səfərbər etdiyini bildiriblər. Müharibə veteranları da dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Daha sonra Biləcəri qəsəbəsi Mədəniyyət və İstirahət Parkında hərbi marşın sədaları altında Böyük Vətən müharibəsi illərində Azərbaycanlılardan təşkil olunan 77, 223, 402 və 416-cı diviziyaları simvolizə edən rayon məktəblərindən ibarət komandaların veteranlar qarşısında paradı keçirilib. Bayram tədbiri Sovet İttifaqı qəhrəmanı Həbibullah Hüseynovun və Böyük Vətən müharibəsində həlak olan soydaşlarımızın xatirəsini ucaldılan 1941-45-ci illər abidə kompleksi önündə davam etdirilib. Rayon məktəbləri soydaşlarımızın mərdlik və igidliyindən bəhs edən şeirlər səsləndirib, ədəbi bədii kompozisiya ilə çıxış ediblər. Sonra rayon icra strukturlarının rəhbərliyi və ictimaiyyət nümayəndələri Böyük Vətən müharibəsində həlak olan soydaşlarımızın xatirəsinin əbədiləşdirildiyi abidə kompleksini ziyarət ediblər.